2026-cı ildən etibarən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manat müəyyən ediləcək. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu dəyişiklik ünvanlı sosial yardımın məbləğinin artmasına və daha çox ailənin bu yardımdan yararlanmasına şərait yaradacaq. Deputatın sözlərinə görə ehtiyac meyarının artırılması nəticəsində az təminatlı ailələrin aldığı sosial yardım gələn ildən yüksələcək. Məsələn, 5 nəfərlik ailənin aylıq gəliri 900 manatdır. Bu il ehtiyac meyarı 285 manat olduğuna görə ailənin ümumi ehtiyac məbləği 1425 manat təşkil edir. Bu halda ailə ayda 525 manat sosial yardım alır. Gələn ildən isə ehtiyac meyarı 300 manata qalxdığı üçün ailənin ümumi ehtiyac məbləği 1500 manat olacaq və nəticədə yardımın məbləği 600 manata yüksələcək. Vüqar Bayramov əlavə edib ki, hazırda 80.300 az təminatlı ailə, yəni 353.300 nəfər ünvanlı sosial yardım alır. Yeni artımlar isə minlərlə ailənin sosial rifahına müsbət təsir göstərəcək.